Salam aleyküm. Bak burada XNOH verib. Bir de YNOH verib. Bak ikisi de eyni moldur. Və yazıb ki, bu məhlulların üzərinə 1,5 mol kalium klor əlavə edirik. Yəni indi burada düşünmək lazım ki, kalium klor görün bunların ikisindən bir reaksiya gedəcək. Yəni burada çox böyük bir məna var. Baxın. Yazıb Y klor çöküntüsü əmələ gəlir. Deməli, burada kalium klor reaksiya gedir. Əmələ gəlir Y klor ağ çöküntü və kalium NO3. Və indi bizə maraqlıdır ki, görən kalium klor yuxarıda da reaksiya gedəcəkmi? Burada belə bir cümlə işlədir ki, XNO3-ün kütləsi artır. Artıq buradan biz o qənaətə gəlirik ki, buradan kalium NO3 alınmadı mı? Deməli, XNO3 neymiş? Kalium NO3 imiş ki, bu sərf olmamış qalıb. Yəni neçəymişsə, təzə yenə də əlavə olaraq kalium NO3 alınıb. Deməli, reaksiya aşağıda gedib. Və bu zaman 1,5 mol kalium klorun hamısı aşağıda istifadə olunub. 1,5 mol kalium klor sərf olunanda 1,5 mol da YNO3 sərf olunur. Buradan da o qənaətə gəlir ki, A 1,5 olur. Onda bu da 1,5 olur. Və buradan da görürük ki, əgər 1,5 YNO3 1,5 kalium klordursa, buradan 1,5 Y klor 1,5 kalium NO3 alınır. Bizə dedik ki, XNO3 kalium NO3'dür. Nəyə görə? Çünki dedik ki, əvvəlki istifadə olmamış qalıb və təzəsi alınıbdır. Deməli, onda XNO3'ün molu sonda neçəymiş? 1,5 bu, 1,5 də əvvəldən qalma, yəni 3 imiş.